Birdən kiməsə təəccüblü görsənə bilər ki, necə ola bilər ki, kafirin Allaha ibadət etməsi ola bilsin? Cavab olan odur ki, bəli, bir çox kafirlər var ki, onlar da Allaha ibadət edirlər. Buna elə ən böyük misal Məkkə müşriklərinin Allaha ibadət etməsi idi. Yahudilərin və xaçpərəstlərin Allaha ibadət etməsi idi. Lakin onları müşrik edən nə idi? Allahla yanaşı başqalarının da Allaha ortaq qoşmaları. İbadət o zaman səhih sayılır ki, İnsan şirkdən uzaq durduğu təqdirdə. Belə ki, Uca Allah Teala Nisa surəsi 36-cı ayətdə buyurur ki: "Va'budullaha və la tuşriku bihi şey'a." Allaha ibadət edin və ona heç bir şey şərik qoşmayın. Yəni tək Allaha ibadətlə yetinmək olmaz. İbadət etməklə yanaşı şirkdən də uzaq durmaq lazımdır. Yəni filan kəs namaz qılır, oruç tutur və salam xeyr. Adam namaz qılır, oruç tutur, ocaqda aparır, qurban kəsir. Nəziri hansısa Allahdan qeyrisi olan kəslərə edir. Və yaxud da dağa, taxtıya, daşa ümid eləyir, arzuların onlara pənah aparır, onlardan imdad diləyir. Belə olduğu halda o insan Allaha ibadət etmiş sayılmır. Onun etdiyi bütün salih əməlləri şirk yuyub aparırdır. Şirkin də iki növü vardır. Birincisi növü odur ki, şirkun akbar, böyük şirk. Bu da ibadətlərin hər hansı birini Allahdan qeyrisinə edənə deyilir. İnsan Allaha xas olan, yoxud da Allahın haqq etdiyi hər hansı bir ibadəti Allahdan qeyrisinə edərsə, bu zaman Allaha şərik qoşmuş olur və bu da böyük şirkdir. Buna misal çəkmək olar Allahdan qeyrisi üçün qurban kəsmək. Necə ki, Uca Allah Teala Ən'am surəsi 162-ci ayətdə buyurur ki: "Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin." De ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. La şərikə ləh. Onun heç bir şəriki yoxdur. Və bizəlikə umirtu, və bununla əmr oldum. Və ənə əvvəlül müslimin, və mən müsəlmanların ilkiyəm. Demək, bu ayətdə Allah Teala açıq şəkildə göstərir ki, namazdır, qurbandır, Allah üçün olmalıdır. Fəsalli li rabbikə və enhər. Rəbbin üçün namaz qıl və onun üçün də qurban kəs. Həmçinin Allahdan qeyrisinə səcdə etmək, Allahdan qeyrisinə dua etmək və bütün ibadətləri bura misal çəkmək olar. Hansı ki, onlar yalnız və yalnız haqq edən Allah Teala'dır. İkinci şirkin növü odur ki, şirkun əsğar, kiçik şirk. Bu da naslarda, yəni dəlillərlə sabitdir ki, o əməl şirkdir, lakin böyük şirk dərəcəsinə çatdırmır ki, sahibin dinlər çıxartsın. Lakin bu əməllər niyə görə şirk sayılır? Çünki onlar böyük şirkə aparan yollardır. Buna misal çəkmək olar Allahdan qeyrisinə and içmək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən hələfə bi qeyrillahi fəqad kəfara əv əşrak." Kim Allahdan qeyrisinə and içərsə, ya küfr etmişdir, ya da şirk etmişdir. Atamcanı, anamcanı, filan ocaq, filan pir, Kəbiyə and olsun, Peyğəmbərə and olsun, hamısı şirkdir. Lakin kiçik şirkdir. O zaman böyük şirk ola bilər ki, İnsan and içdiyi şeyi Allah dərəcəsinə qaldırıb o qədər əzəmətləndirərsə. Və bu da Allahdan qeyrisini əzəmətləndirmək olduğuna görə özü özlüyündə kiçik şirk olaraq dinimizdə adlandırılmışdır. Amma o ki qaldı ki, kiçik şirklə böyük şirk arasında olan fərqlərə bu barədə bir çox fərqlər var. Əsas 4 fərqdir ki, birincisi, böyük şirk insanı dindən çıxardır, kiçik şirk isə onu dindən çıxartmır, lakin böyük şirk aparan bir vəsilə kimi dəyərləndirilir. İkinci odur ki, böyük şirk əməlləri puç eləyir, kiçik şirk isə sadəcə o əməli puç eləyir, iptal eləyir. Buna misal çəkmək olar insan riya etməsi, yəni əməlin göstərməsi və yaxud da eşitdirməsi. O etdiyi əməli puç eləyir. Yəni ki, insan namaz qılır, namazın isə riya eləyir ki, kimsə ona baxırsa gözəl şəkildə namazın qılır. Üçüncüsü, böyük şirk insanın malın və canın artıq qorumaz olur. Yəni insanın malı, canı artıq haram olmur müsəlmanın qanı malı kimi. Lakin kiçik şirk isə elə deyil. Kiçik şirk etsə də hər hansı bir müsəlman, yenə də onun malı, canı digər müsəlmanlara haramdır. Çünki o dindən çıxmamışdır. Dördüncü fərq ondadır ki, böyük şirk insanı əbədiyyən cəhənnəmlik edir, kiçik şirk isə insanı əbədiyyən cəhənnəmlik etmir.